Borçalı aşıq sənətinin qorunması, yaşadılması və gələcək nəsillərə sevdirmək məqsədi ilə 24 News Media tərəfindən təşkil olunan Ozan Saz televiziya müsabiqəsinin seçim mərhələsi baş tutub. Yarışmaya müraciət edən 20-yə yaxın iştirakçı arasından münsiflər heyətinin səsverməsi nəticəsində 12 nəfər növbəti mərhələyə vəsiqə qazanıb. Seçim mərhələsində iştirakçıların ifa bacarıqları, səhnə mədəniyyəti və sənətə yanaşmaları münsiflər tərəfindən qiymətləndirilib. Yekun qərara əsasən ən yüksək bal toplayan 12 iştirakçı müsabiqədə mübarizəni davam etdirəcək. Layihənin təşkilatçısı, Lider Media Təşkilatının və 24 News Medianın rəhbəri Azər Məmmədov çıxışında bildirib ki, Ozan Saz müsabiqəsinin əsas məqsədi milli saz sənətinin qorunması, təbliği və bu sahədə yeni istedadların üzə çıxarılmasına dəstək verməkdir. Bilirsiniz ki, 24 News olaraq biz başladığımız gündən bu günə qədər daima saz söz sənətinə xüsusi dəyər vermişik və bu gündə elə məhz Ozan Saz televiziya müsabiqəsinin əsas məqsədi də yenə sazımıza, sözümüzə dəyər verməkdir. Çünki bilirsiniz ki, Borçalı elə bir yerdir ki, elə bir mühitdir ki, buranın kimliyi, buranın belə deyək, lori dildə desək, pasportu onun sazıdır. Və ona görə də Borçalı saz söz sənətindən hər zaman məşhur olubdur və dünyada, belə deyək, Türk dünyasında öz sözünü deyibdir. Və bu gün də dəyərli, siz görürsünüz, arxa fonda da çox dəyərli ustadlarımızı, Borçalı ustadlarını biz burada qeyd etmişik. Bu layihənin başa gəlməsində həmçinin bizə, müraciətimizə çox gözəl bir münasibət bəsləyən Azərbaycan Respublikasının Diasporlar İş üzrə Dövlət Komitəsinə də təşəkkür edirik ki, bu gənclərimizin belə deyək, xüsusi hədiyyələrlə də mükafatlanmasında və digər işlərdə bizə dəstək oldular. Eyni zamanda yaradılan bu şəraitə görə də Azərbaycan evinə və onun rəhbərliyinə də təşəkkür edirik. Münsiflər heyəti Ozan Saz müsabiqəsini yüksək qiymətləndirərək, gənc nəsil arasında unudulmaqda olan Ozan sənətinin yaşadılması və təbliğində layihənin mühüm rol oynadığını bildiriblər. Bugün biz bu bölgədə yaşayan bizim gənc aşıqlarımızın müsabiqəsi idi. Yaşı 20-yə qədər olan aşıqların müsabiqəsi idi. Bugün ilk tura keçən 12 nəfəri biz bunların içərisindən seçdik. Və onu xatırlatmaq istəyirəm ki, uzun illərdir heç vaxtı açıq müsabiqəsi burada keçirilmirdi. Mən 24 News kanalına başda Azər müəllim olmaqla çox-çox təşəkkür edirəm ki, az qala unudulmaq deməzdim mən. Yaddan çıxan belə bir müsabiqənin keçirilməsi üçün çox gözəl bir addım atdı, çox dəyərli bir addım atdı və bu qədimlərdən, ululardan bizə miras qalmış bu sənətin bu gün burada təşkil olunması, onlarda seçim edilməsi bizim gənc nəsildə bu sahəyə olan həvəsi bir qədər də artırdı. Mən ilk öncə öz təşəkkürümü bildirirəm. Nəinki təşəkkür bildirmək, öz dərin təşəkkürümü bildirirəm. Belə bir təşəbbüsün yaradılması, belə bir layihənin həyata keçirilməsi çox möhtəşəm bir layihədir, çox möhtəşəm bir fikir və təşəbbüsdür. Mən 24 News-a, Azər bəyə çox təşəkkürümü bildirirəm, çox sağ olumu deyirəm. Bu layihə, bu təşəbbüs bizim uşaqlarımıza və gənclərimizə çox böyük həvəs verir, uşaqlarımızda çox böyük həvəs yaradır və uşaqlarımızda çox böyük həvəs yaradacaq. Saz bilirsiniz, aşıq sənəti bilirsiniz, çox dərin və zəngin sənətdir və Borçalıda, Gürcüstanda aşıq sənətinin arxa planda qalması bizim üçün heç də yaxşı deyil. Ona görə də bu layihənin, bu təşəbbüsün yaradılması çox böyük önəm daşıyır və çox böyük həvəs yaradacaq uşaqlarımızda, gənclərimizdə və gələcəyə doğru. Əlbəttə bizim Borçalımızda o böyük ustadlarımız, Allah rəhmət eləsin, dünyasını dəyişən ustadlarımıza hər halda sənət deyir, nəzilir, amma üzülmür. Bugünkü günü mən istərdim ki, bizim bu gənclərimiz layiqincə gələcəkdə öz yerlərini tutsunlar. Çünki Borçalı deyəndə biz həmişə aşıq sənəti öndə olub. Gözəl, böyük ustadlarımız yetişib bizim burada, böyük ustadlarımız olub. Ümumiyyətlə, tarixə baxanda aşıq sənətinlə insanlar çox maarifləniblər. İnsanlar, aşıqlar deyir, gəzərgi olarmış.
aşıq olub tərgibətən olanın əvvəl başdan pür kəmalı gərəkdir. Ələsgər qağamız deyib. Aşıqlar çox gəzərgi olubdular. El, oba gediblər və çox hər elin, obanın da onun xasiyyətini, xüsusiyyətini, insanların, hər kəndin özünün bir gedişatı olub. Hamısını aşıqlar özündə cəmləşdirib bunları və ona görə də aşıqlar çox bilikli olublar, çox biliblər. Yeri gələndə bizim mədəniyyətimizin formalaşmasında da aşıq sənətinin böyük rolu olubdur. Türkiyənin Ankara şəhərindən Gürcüstana gələn və müsabiqə haqqında eşidərək yarışmanı izləmək üçün qatılan professor Sacid Turanlı və xanımı professor Güzdə Turanlı da belə bir layihənin həyata keçirilməsini yüksək qiymətləndirib və uğurlar arzulayıblar. Biz bugün Ankara'dan geldik buraya. Ankara'dan geliş sebeplerimizden en önemli sebeplerinden biri de Borçalı'da devam eden aşık geleneğini görmekti. Aşıklık geleneği Türk halk kültürünün önemli bir dalıdır. Bu dal Türkiye'de Doğu Anadolu'da, Azerbaycan'da, Gürcistan'ın Borçalı bölgesinde ve İran'ın Tebriz bölgesinde yaşamaktadır. Ama şu anda en canlı ve en güçlü devam eden kol Borçalı bölgesindeki koldur. Bugün burada bu organizasyonu görmek bizi çok daha mutlu etti. Çünkü yarınlara olan ümidimiz olan gençlerin bu kadar çok sayıda, bu kadar büyük bir merakla, şevkle, aşkla bu geleneğe gönül vermeleri bizi mutlu etti. Çok değerli ifacılar gördük. Bunlar büyüdükçe, ettikçe muhakkak kendilerinden de, özlerinden de söz yaratacaklar ve bu geleneği devam edecek. Bu geleneğin devamı dediğim gibi sadece Borçalı için değil, bütün Türk dünyası için, Türk kültürü için önemlidir. Bu işi organize eden, bu işte emeği geçen herkese teşekkür ediyorum. Özellikle bu televizyon kanalına ve sizlere de çok teşekkür ediyorum. Ben de bir çocuk doktoru olarak gençlerimizin bu şekilde bu aktiviteye katılmalarını gerçekten çok değerli buluyorum. Bu organizasyonda emeği olan tüm bireylere de çok teşekkür ediyorum. Bundan sonra sizin kanalınızı da takip edeceğiz. Çok teşekkür ediyoruz. Çok büyük hizmet yapıyorsunuz. Sağ olun. Ayrıca bu geleneği devam ettiren bir bayan aşıkımızın jüride olması ve bir genç kızımızın da yarışmaya katılması, bunlar da ayrıca güzel şeyler. Bu da gösteriyor ki Türklerde kadına verilen önem son derece önemli ve kadının önü her zaman açık. Çok teşekkür ediyoruz. Qeyd edək ki, Ozan Saz müsabiqəsinin əsas məqsədi saz sənətinin yaşadılması, gənc istedadların üzə çıxarılması və milli musiqi irsinin təbliğinə töhfə verməkdir. Yarışmanın növbəti mərhələləri hər həftənin çərşənbə və cümə günləri 24 News Media vasitəsilə yayımlanacaq.